Salam, hər vaxtınız xeyir olsun. Hazırda ansambl modelinin yenilənmiş məlumatlarını tədbirlə tanış oluruq. Ansambl modeli o deməkdir ki, bir sıra qlobal nüfuzlu modellərin birləşdirilmiş məlumatlarını göstərir. Modeldə göstərilən bu bir neçə xətlər, yəni bir neçə modelin göstəricilərinin birləşdirilmiş məlumatlarını göstərir. Deməli, burada nə baş verir? İyul ayının son günlərində əvvəlcədən mən bildirmişdim ki, uzunmüddətli bir sivil idarəsi potensialı Bakı üçün, Bakı arasında gözlənilmir. Mərkəzi Aralıq rayonlarına aiddir mən bu dediklər. Bakıda iyul ayının sonlarında böyük bir sivil idarəsinin və uzunmüddətli istiliyin baş verməsi potensialı zəif bir göstərici idi. Ötən 2-3 gün ərzində bu model dəyişildi və temperaturun Bakıda 35-40 dərəcə qədər yüksəlməsi siqnallarını verirdi. Amma mən videolarımda dəfələrlə bildirmişəm ki, videolarıma diqqətlə qulaq asmayan bəzi adamcıqlar isə elə bil ki, mən yalan danışıram. Deməli, burada nə baş verir? Dünənki göstərici tamamilə dəyişildi. Yəni, mənim əvvəllər dediyim proses təkrarlandı. Çünki iyul ayının 20-sindən sonra daha dəqiq bilinəcək bu prosesi mən dedim. Çünki səbəb isə o idi ki, hazırda Bakıda küləkli hava şəraiti müşahidə edilir. Belə dəyişən hava şəraiti olanda modellər prosesi tam göstərə bilmir, modellər tam oturmur. Amma buna baxmayaraq, bu modellər göstərməmişdən əvvəl belə mən deyirdim ki, Bakıda iyul ayının sonlarında böyük bir sivil idarəsi olmayacaq. Yəni 2-3 günlük bir burada istilik müşahidə edildi və vəssalam. Yenə söhbətlərə başladı ki, yəni bu bəhanə axtaran bəzi qruplar var. Mənim dediyim səhv çıxdı, yenə başladı danışmağa. Amma bu günləri yenilənmədə yenə göstərir ki, iyul ayının, baxın burada 24-ündə, 25 və 26 iyul tarixlərində Bakıda temperaturun müsbət 35 dərəcədən 37 dərəcədə yüksəlməsi gözlənir. Bu 3 gün olacaq. Buna istilik dalğası demək mümkün deyil. Bir həftə davam etsəydi bu istilik dalğası adlanardı. Lakin iyul ayının baxın burada 27-sində, 28-də hava temperaturunun yenidən azalması gözlənir. Əməlli başlı burada bir azalma müşahidə edilir. Yəni bunu görməmək mümkün deyil. Deməli bu nə deməkdir? Əvvəlcədən də mən illərin, çoxillik meteoroloji təcrübəmə əsasən mən bir modelə baxaraq məlumat ötürmürəm. Bir sıra modelləri analiz edirəm, ansambl modellərini analiz edirəm, öz şəxsi araşdırmalarım ki var, hansı ki özümün yaratdığı proqramlar var. Yəni regional qlobal modellər var, regional modellər var. Bunlardan biri də VRF adlanan modeldir, regional modeldir. O modeli də mən analiz edirəm. O modeli hansı ki, o modeli özün qurmalısan və çox çətin bir modeldir. Bir neçə dəfə ona yenililər gəlir həmin proqrama. O model, deməli, Bakı ərazisi üçün çoxillik göstəricisini götürür və Bakıda 2026-cı ilin iyul ayında güclü bir istilik dalğasının baş verməsi siqnallarını əvvəlcədən zəif göstərirdi. Deməli, bunlar bəzi qruplar, bəzi binənçi uşaqlar girib orada QFS və yaxud da digər mənasız modellərə baxın, hansı ki, QFS gündə 4 dəfə 50 dənə sinar göstərir. Böyüsünə Bakı avqust ayında qar da göstərir həqiqi QFS modeli. Mən burada bir sıra modelləri araşdırıram, bir modelə baxıb demirəm. QFS-ə girib və yaxud da digər hansı bir mənasız bir modelə girib, hansı ki, QFS Amerikanın özündə belə heç ona hörmət etmirlər. Amerikanın öz regional modeli var. O modelin adı, deməli, yazılışı belədir. H hərfi, R hərfi, 3 dənə R hərfi. Yəni, tərcüməsi orada yüksək dəqiqlikli model deməkdir. O regional modeldir. Deməli, Amerikada regional modelə baxıb hava proqramımızları hazırlayırlar, hava trendləri hazırlayırlar. QFS-ə baxmırlar. QFS uzunmüddətli trendləri göstərir. Yəni, uzunmüddətli ola bilsin ki, bir 15 gün sonra nə isə göstərə bilər, işarəsini verə bilər, amma dəqiq model deyil QFS. Bizim region üçün ən dəqiq model ECMWF, yəni Avropanın orta mənzilli hava təqaüdü mərkəzidir. Eyni zamanda Bakı üçün burada ansambl modelidir. Ansambl modelinə girirsən, dəqiq göstəriciləri görürsən, daha dəqiq məlumatları bilmək üçün, yəni qlobal modeldə 50 km radiusa qədər göstərir, daha dəqiq məlumatları bilmək üçün pH məlumatlarına, radar məlumatlarına baxmaq lazımdır. Regional modelləri, yəni WRF, VRF adlanan model var, regional model. O modellər açıq mənbə modeli deyil, onu özün qurursan öz kompüterində. O proqramı hazırlayırsan, kodlaşdırmadır və o artıq Bakının yerli relyefinə, yəni Bakıdakı yerli prosesləri götürür və o daha dəqiq modeldir. 3 kilometrə qədər dəqiqliyi göstərir. Və bəzən hətta 1 kilometrə qədər dəqiqliyi, yəni 100 dəqiqlikli modeli, regional modeli. Bundan, deməli, WRF modelindən Azərbaycanın Milli Hidrometeorologiya Departamenti istifadə edir
Türkiyədə də istifadə edirlər, Meteoroloji Genel Müdürlüyü, yəni bir sıra rəsmi qurumlar WRF modelindən istifadə edir. Ona görə rəsmi qurumlar 3 gün artıq dəqiq proqnoz vermir. Çünki VRF modeli 3 günlükdür. Amma mən isə ansambl modellərinə baxaraq, uzunmüddət tendensiyaya baxıram. Bir daha baxın, özünüz görürsünüz ki, burada mənim əvvəlcədən dediyim proses öz təsdiqini tapdı. Yəni 2-3 gün burada bir siz arası müşahidə edilirdi, amma bunu mən deyim ki, dəqiq deyil. Çünki yenə də baxın, burada model göstərilir ki, bir dəqiqə, model burada göstərilir ki, iyul ayının 21-dən başlayaraq havanın temperaturu artacaq, amma bu iyul ayının 23-nə qədər temperaturun Bakıda 35 dərəcə həddinə qədər yüksəlməsi səbəb olmayacaq. İyul ayının 24-ü, 25-i və 26-sında Bakıda temperaturun müsbət 35-37 dərəcə qədər yüksəlməsi gözlənilir. Bakı ərazisinə aiddir bu, mərkəzi arasına aid deyil. Lakin Bakıda iyul ayının 27-si, 28-də havanın temperaturunun baxın yenidən azalması gözlənilir. Deməli, burada bir istilik dalğasından söhbət getmir. Dünənləri video dediyim istilik dalğası ləğv edildi. Detallarla ətraflı demişəm. Yəni, istilik dalğası olması üçün iyul ayının 24-dən iyul ayının sonuna qədər davamlı 35-40 dərəcə istilik olmalıdır ki, buna bir istilik dalğası deyək. Amma istilik dalğası olmayacaq. 24, 25, 26 iyulda 3 günlük bir istilik olacaq. O da 35-37 dərəcə olacaq Bakıda. Kölgədə temperatur ölçülür. Günəş altında ölçülmür. Günəş altında 100 dərəcə qalxacaq, o adəti yoxdur. Kölgədə ölçülür temperatur 35-37 dərəcə olacaq. Və 27-28 iyulda temperatur yenidən baxın 35 dərəcəsindən azalıb, hətta 30 dərəcəyə, 29 dərəcəyə qədər temperatur azalacaq başlayır. Deməli, burada bir şimal şölələrinin iyul ayının 27-si və 28-sinin güzəlməsi gözlənir. Ansambl modelləri ona deyildir ki, bir sıra qlobal modellərin birləşdirilmiş məlumatlarını göstərir. Yəni, bu məlumatda götürün özünüzə, amma mənə qarşı burada mənasız, boş, təməssiz söhbətlər eləməyik. Bu məlumatda sizə bildirirəm ki, pulsuz olaraq, ödənişsiz olaraq deyirəm ki, bu ansambl modeli ən dəqiq modeldir. Çünki bir sıra qlobal modellərin birləşdirilmiş məlumatlarını götürür. Baxın, burada pulsuz, ödənişsiz web səhifədə burada onun adı da yazılır. Girib şəhəri seçib baxa bilərsiniz. İndi mərkəzi alana baxaq. Məsələn üçün, baxaq orada mərkəzi alanda nə baş verə bilər? Ucar rayonunu seçəndə, baxaq, Ucarda hansı proseslər baş verə bilər? Bəli, Ucar rayonunda, deməli, yaxın 15 gün ərzində, iyul ayının sonlarına qədər baxaq nə baş verəcək? Deməli, Ucar ərazisində, Azərbaycan Ucar rayonunda, bəli, burada artıq istilik dalğasını söhbət edə bilər. Mərkəzi alanın havası ilə Bakının havası eyni deyil. Bakıda xəzri küləklər güclənir və hava şəraiti sərinləşir. Amma mərkəzi alanda küləklər əssə də isti küləklər olur. Oranın yerli küləklər var, mərkəzi alanın küləkləri, həmin küləklər isti küləklər olur. Onun temperatur aşağı sala bilmir. Mərkəzi alanda havanın temperaturu onsuz da 35 dərəcə ətrafında fırlanır. İyul ayının 23-ü, 24-ündən başlayaraq iyul ayının 25-i, 26-sı, 27-si, 28-si, 29-si, yəni iyul ayının sonuna qədər, baxın burada temperatur mərkəzi alanda, Ucar ərazisində, yəni mərkəzi alanda bir rayon olan Ucarda temperaturun 40 dərəcə həddinə qədər yüksəlməsi və 40 dərəcədən yuxarı qalxması gözlənilir. Deməli, bu mərkəzi alan üçün, Ucar rayonu üçün və ətraf rayonlar üçün, Yevlax, Kürdəmir, Zərda, İmişli üçün, Ağcabəli üçün, Bərdə üçün iyul ayının sonlarında bir istilik dalğası potensialı var. Amma əhalinin böyük bir hissəsi Bakıda yaşadığı üçün, Bakıda isə, yəni əsas mən Bakıdan niyə danışıram? Çünki əhalinin 4-5 milyon əhali, yəni rəsmi rəqəmlər yox, qeyri-rəsmi rəqəmlərə görə 4-5 milyon əhali Bakıda yaşayır. Deməli, Bakının hava təhlilləri daha vacib sayılır. Bakıda isə iyul ayının sonlarında istilik dalğası baş verməyəcək. 24, 25, 26 iyulda 3 günlük bir temperatur 35-37 dərəcə həddinə qədər qalxa bilər. O da hələ tam deyil. Deməli, orada bir sərləşmə dalğası var. İyul ayının 27-si və 28-sində Bakıda şimal küləklərin güclənməsi ilə, baxın, burada əməlli başlı bir temperaturda, baxın, əməlli başlı bir azalma. Yəni, bunu görməmək artıq Türklərin bir sözü var, at gözlü gələ olasın. Gözlərin gələ, nə bilim, at açıqı gələ olsun gözlərində ki, bu qədər yəni dəqiqliyi sən görməyəsən, bunu sən görməsən gələrsən. Bakıda iyul ayının sonlarında uzun müddətli bir istilik dalğası mümkün deyil. Bu model Avropanın İCMW, yəni Avropanın orta mənzilli hava tərbiyatları mərkəzinin burada yazılıb ki, superkompüter modelinin ansambl modelidir. Yəni bu həm superkompüter modelidir, həm də ansambl modelidir. Bu model digər modellərə nisbətdə daha dəqiq sayılır. Mən bu barədə ətraflı danışacağam. Avropanın İCMW, Avropanın orta mənzilli hava tərbiyatları mərkəzinin bu modeli
superkomputer modelinin plus üstəcəl, yəni ansambl modelinin birləşdirilmiş məlumatlardır. Bu model daha dəqiqdir. Yəni bu model nəyə göstərir? Türkiyə ərazisində yaxın günlərdə hava şəraitinin gəlişin dəyişilməz potensialı var, amma iyul ayının deməli 21-dən başlayaraq Azərbaycanda havanın temperaturu daha da artacaq. İyul ayının 22-si, iyul ayının 23-cü və 24-də Bakıda bir temperaturun 35-37 dərəcəyə qədər artması, lakin iyul ayının 24-də axşama doğru və 25-də Azərbaycanın şimal-qərb rayonlarında qısa müddətli lokallaşan bir şimşək, leysan və lokal dolu proseslərdir baş verməsi ehtimalları var, potensialı var. İyul ayının deməli 26-sı və 27-sində isə havanın yenidən dəyişilməsi potensialı var. Bu Böyük Qafqazda, Kiçik Qafqazda və Bakıda şimal külələrinin güzəlməsi gözlənilir. Çünki diqqətlə baxanda biz görürük ki, iyul ayının son günlərində antisiklonun nüvəsi Qafqazın cənubu Azərbaycan arasında daxil olmayacaq. Bu da Azərbaycanda uzun müddətli isti dalğası səbəb olmayacaq. Bakıda uzun müddətli isti dalğası iyul ayının son günlərində gözlənilir. Mərkəzi aralığında temperatur təbii ki 37-40 dərəcəyə qədər yüksələ bilər. Mərkəzi aralığında, hansı ki bu mərkəzi aran rayonları üçün belə isti dalğası sayılır. Çünki mərkəzi aralığında 44-46 dərəcə istilik olan dövrlər olur. Yəni 37-40 dərəcəlik isti əslində mərkəzi aran üçün adi normal bir iyul havası sayılır. Yəni belə ümumi götürəndə 2026-cı ilin yay dövründə bir daha bildirilən ansambl modelləri daha dəqiq göstərir ki, yəni Azərbaycanda bir ciddi bir istilik dalğasının baş verməsi potensialı demək olar bir ehtimaldır. Digər modellər göstəricilərinə diqqətlə baxaq, nə baş verir? İSLWF modelinin qısa müddətli Avropanın gözləməsi siklon və antiklonların ümumi tendensiyası bu siqnallara verir ki, iyul ayının 21-22-sindən başlayaraq Azərbaycan arasında havanın temperaturunun artması antisiklon sisteminin artıq yaxınlaşması, lakin Türkiyə ərazisində isə hava şəraitində ciddi və kəskin bir dəyişiklik potensialı var. Deməli, Bakıda bir daha bildirilən iyul ayının son günlərində bir ciddi bir uzun müddətli bir isti dalğası olmayacaq. Çünki iyul ayının 24-25-26-sında temperatur artsa da iyul ayının 27-si, 28-sində havanın temperaturunun yenidən azalması potensialı var. Bakıda isti dalğası ona deyilir ki, temperatur müsbət 37-40 dərəcə olsun və bu temperatur bir həftə davam etsin. Buna isti dalğası deyilir, amma temperatur iyul ayının 24-25-26-sında Bakı ərazisində müsbət 35-37 dərəcə olacaq, 3 gün olacaq. İyul ayının artıq 27-si, 26-sı axşam doğru 27-si və 28-sində Bakıda havanın temperaturunun yeni azalması gözlənilir. Yəni artıq bir şimal şölləri iyul ayının sonlarında yenidən əsməsi potensialı var. Baxın, burada antiklonun mərkəzi nüvəsi Azərbaycan arasında doğru tam daxillər bilinir. Bu da uzun müddətli bir isti dalğası olmayacaq. Türkiyə ərazisindəki deməli bu ekstratropik tipli siklon sisteminin interneti şirkətinə çox dərin təşəkkürlərini bildirirəm. Burada xəritə açılmır. Deməli, iyul ayının 26-sı və 27-sində Türkiyə ərazisindəki ekstratropik tipli siklon sisteminin bir qolu artıq Azərbaycanın şimal və qərb rayonlarına yaxınlaşacaq. Bu da iyul ayının 24-də axşam 25-26-sında Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda lokal bir şimşək, leysan, dolu potensialı var. Baxmayaraq ki, havanın temperaturu artacaq. Bu sistemin, siklonun sağ qolunun keçməsinə əlaqədar olaraq bu rütubətli hava axınları Qara dənizdən daşınacaq və Aralıq dənizdən daşınacaq. İyul ayının sonlarında bir daha bildirilən, deməli, antiklonun nüvəsi Azərbaycan arasına doğru tam daxildə bilməyəcək. Bu da Bakıda uzun müddətli isti dalğasına səbəb olmayacaq. Baxın, burada nə baş verir? İyul ayının 26-sı, axşama doğru 27-sinə, baxın, bu sistem, sərin hava burada artıq Qara dəniz arasında daxil oldu və Azərbaycanın, baxın, burada şimal və qərb rayonlarında artıq istilik, baxın, Rusiyaya doğru sürütlədi, qovdu və Azərbaycanda hava şəraitinin kəskin dəyişilməsinə səbəb oldu. Xüsusilə də Azərbaycanın şimal-qərb rayonlarında başda şimal şöllərinin iyul ayının 26-sından sonra güclənməsi potensialı var. Avropanın İSLWF, Avropanın orta mənzilli hava tərəqqatının mərkəzinin burada superkomputer modelinin göstəriciləri ilə tanış oluruq. Bir daha bildirdiyim kimi, Avropanın şimalından mərkəzinə doğru burada bir ekstratropik tipli sərin hava dalğasını, yəni payız fəsindən xas olan iyul ayının sonları kimi xarakter olmayan bir sərin hava dalğasının Türkiyə arasında doğru daxil olması, Türkiyə arasında hava şəraitinin Türkiyənin şimalında, şimal-qərbində hava şəraitinin kəskin soyuması, Qara dəniz arasında temperatur müsbət
yəni 15-17 dərəcə temperatur azalacaq ötən günlərlə müqayisədə. Azərbaycan ərazisində deməli nə baş verəcək? Azərbaycan ərazisi isə ekstratropik tipli sərin hava dalğasının, yəni bu ekstratropik siklon sisteminin sağ qolu ilə antiklonun deməli sol və şimal qolunun cəbhə zonasında yerləşəcək. Azərbaycan ərazisində çox güclü istilər olmayacaq və çox güclü sərin havada olmayacaq. Yəni bu cəbhə zonasında yerləşəcək. Bu o deməkdir ki, iyul ayının deməli 24-də axşam 25-26-sında Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda bir qısa müddətli Gəncə Qazaxda qısa müddətli şimşək, leysan, dolu potensialı var, bunlar xarakterli. İyul ayının 27-ci verim içərisində Bakıda şimal külələrinin güclənməsi potensialı var. İyul ayının son günlərində antiklon sistemi tam olaraq Bakıya daxil olmayacaq, nüvəsi daxil olmayacaq, antiklonun mərkəzi hissəsi daxil olmayacaq. Bu da o demək Bakıda uzunmüddətli isti dalğasının baş verməsi potensialı yoxdur. Baxın burada iyul ayının son günlərində və avqust ayının ilk günlərində burada bir sərin hava dalğasının yenidən Qafqazın şimalına, Qafqazın cənuba doğru yaxınlaşması nəticəsində avqust ayının ilk günlərində hava şəraitinin potensial olaraq Azərbaycanda sərinləşməsi potensialı var. Baxmayaraq ki, burada antiklon göstərilsə də, ansambl modeli isə bu antiklonun burada gücünü zəif göstərir. Deməli, daha çox bu şimalda sərin hava dalğasının daxil olması potensialı avqust ayının birinci həftəsi ərzində hava şəraitinin Azərbaycanda artıq sərinləşməsi gözləniləndir. Deməli, iyul ayının 20-sində Bakıda şimal külələrinin güclənməsi potensialı davam edəcək. Deməli, yaxın günlərdə baxımına baş verir. İyul ayının 21 və 22-sində Bakıda güclü düşüşlər gözlənilir. İyul ayının 23-də gözlənilir. İyul ayının 24-də nə baş verəcək? Deməli, burada baxın, bir daha mən bildirirəm ki, qlobal modellər əslində qalsın Bakıda güclü külək göstərmir də iyul ayının 23-ü, axşam 24-də. Amma burada nə baş verəcək? Mən bunu diqqətlə sizə göstərməyə çalışacağam. Deməli, Xəzər dənizinin iyul ayının 23-ü axşam, iyul ayının 23-dən 24-dən keçən gecə. Baxın, burada Abşerondan şimalda, şimal-qərbdə, Xəzər dənizi sahillərində, bu Dərbənd istiqamətində burada bir dərin bir siklon sistemi gözlənilir. Bu nə deməkdir? Bu proses nəticəsində siklonun sağ qolu isti cəbhə sayılır. Ona görə də iyul ayının 23-ü, 24-də Bakıda bir, iyul ayının 23-ü və 23-ü axşam Bakıda bir bürcülü hava olacaq. Çünki siklonun sağ qolu ilə buradan bir istiliyin və rütubətin Bakıdan daşınması gözlənilir. Yəni Bakıda bir dənizdən gələn bir rütubətlə qarışan bir istilik dalğası olacaq, istilik olacaq. Bu da iyul ayının 23-ü axşam bir temperaturun boğucu hiss edilməsinin səbəb olacaq. Amma burada nə baş verəcək? İyul ayının 23-dən 23-ü axşam saatlarında, baxın burada Şabran, Siyəzənin dəniz sahili ərazilərində bir güclü külək əsəcək, güclü cənub küləyi əsəcək. İyul ayının deməli 24-də isə bu proses əks proses olacaq. Niyə? Çünki baxın bu Dərbənd istiqamətindəki siklon artıq siklonun sol qolu, yəni bu sərin qolu artıq şimaldan sərin havanı daşıyacaq və iyul ayının 24-də burada bir, baxın, güclü şimal küləyi yenidən başlayacaq əsməyə. İndi görün, baxın, istilik dalğası burada haradadır? İstilik dalğası bir həftə davam etməli idi, amma bu ansambl model tərəfindən bu ləğv edildi, artıq göstərilmir. Deməli, bu o deməkdir ki, iyul ayının 24-də də Bakıda bir şimal küləyin güclənməsi potensialı var. Deməli, müvəqqəti bir sərinlik yaranacaq. Yəni, davamlı bir istilik olmayacaq. Mən bunu sizə bildirmək istəyirəm. Deməli, iyul ayının 24-ü və 25-də də əslində Bakıda şimal külələri əsəcək. İyul ayının deməli 25-i gündüz küləklər zəifləyəcək, temperatur başlayacaq yüksəlməyə. İyul ayının baxaq 26-sı nə baş verir? Çünki burada da bir potensial bir deməli dəyişiklik ehtimalı var. Bəli, iyul ayının 26-sında yenə də isti cəbhə. Siklonun sağ qolu, isti cəbhə. Deməli, Quba arasında bir siklon sistemi formalaşacaq Böyük Qafqazda. Qubada və artıq bu Şimali Qafqaza doğru geniş bir siklon sistemi yaranacaq. Bu siklon sistemi sağ qolu ilə isti cəbhə, deməli, Şabran, Siyəzən arasında dənizə yaxın sahil düzənliklərdə güclü cənub külələrinin əsməsi səbəb olacaq. Bu da iyul ayının 26-sında, iyul ayının 26-sında Şabran, Siyəzən arasında dəniz sahili ərazisində isti bürkü, isti külələr əsəcək. Amma Quba qusarda isə bir leysan potensialı var. Çünki
dənizdən rütubə dağlara doğru daşınacaq. Quba-Qusarın dağ kəndlərində, Quba-Qusarın dağlıq kəndlərində bu rütubətin daşınması dağlarla deməli rastlaşan buludlar artıq orada soyuyur və dağlarda bir laqqal gözlənilməz leysanlara səbəb ola bilər iyul ayının 26-sında. İyul ayının 26-sı, baxın burada gündüz saatlarında külək öz pik həddinə çalacaq cənub-qərb küləkləri. Bu da bir daha bildirirəm. Şabran, Siyəzənin, Xəzər dənizi düzənlik ərazilərində və Xəsmasın düzənlik ərazilərində, dənizə yaxın ərazilərdə güclü, isti cənub küləklərinin əsməsi olacaq, dənizdən əsəcək. Amma Qubanın dağ kəndlərində isə bir leysan potensialı var. Bu riski nəzərə almaq lazımdır. Quba və Qusarın dağ kəndlərində iyul ayının 26-sında bir leysan potensialı var. İndi baxaq sonra nə baş verir? Deməli, baxın, bu siklon sistemi yenə də siklonun sağ qolu, keçdi sol qolu gəldiyi üçün iyul ayının 26-27-sinə keçən gecə Bakıda yenidən bir güclü bir, baxın burada, güclü bir şimal küləyi əsəcək. Deməli, Bakı üçün bir istilik dalğası söhbətləri, təməlsiz, boş bir söhbətlərdir. Ansambl modeli bunu göstərmir. Regional model də Bakıda hər 2 gündən bir şimal küləklərinin tez güclənməsini göstərir. Yəni, dünənki uşaqlar 2010-cu ilin istiliyini görməyən adamlar, hansı ki 2010-cu ilin iyul ayının 15-dən avqust ayının 15-nə qədər Bakıda bir ay aramsız istilik dalğası oldu. 2010-cu ilin iyul ayının 3-cü 10 gününün, avqust ayının 3-cü 10 gününə qədər 30 gün aramsız Bakıda, temperatür 42, 43, 44, 46 dərəcə qədər artdı Bakı üçün bu çox dözülməz bir istilik. Üstəlik bu rütubətlə birləşirdi 2010-cu ildə daha dözülməz oldu. O bir aylıq istilik quraqlığı görməyən adamlar burada 2-3 günlük bir 35-37 dərəcə istilik görürlər. Sonra vəssalam başlayırlar ağlaşmağa ki, istilik dalğası gəlir. Xeyr, istilik dalğası bir həftənin artıq davam edən Dünya Meteoroloji Təşkilatının qoyduğu qaydalar var ki, şəhər arasında temperatur 4-5 gün müsbət 35-37 dərəcə müşahidə edilərsə, bu proses 4-5 gün davam edərsə, buna istilik dalğası deyilir. 2 günlük 37-40 dərəcəli istilik dalğası sayılmır. Bunu mən dəfələrlə demişəm və bundan sonra deyəcəyəm. Çünki boşboğaz adamlar hər dəfə bir mənasız bir şey ortağa çıxarırlar. Deməli, digər bir prosesə baxın, mən sizə göstərim. Deməli, bir daha bildirirəm. Baxın, burada mən daha dəqiq göstərim mən sizə. Baxın, iyul ayının 23-dən iyul ayının 24-nə keçən gecə. Baxın, burada bir cənub küləkləri, Xaçmaz, Şabran, Siyəzənin dənizə yaxın düzənlik sahil ərazilərində əsəcək. Lakin iyul ayının 23-dən 24-nə keçən gecə bu proses şimal küləkləri əvəz ediləcək. Baxın, şimal küləyi başlayır əsməyə. Bakıda şimal küləyi başlayır güclənməyə. Deməli, iyul ayının 24-də bir sarin hava şəraiti gözlənilir. Bakıda qısa müddətli və sonra iyul ayının 26-sı deməli, gündüz yenə də bu Xaçmaz, Şabran, Siyəzənin dənizə yaxın ərazi güclü cənub küləkləri əsəcək. Quba-Qusarda lokal leysan potensialı var, gözlənilməz leysan yağa bilər. İyul ayının 27-sində isə baxın burada yenə də şimal küləyi başlayır güclənməyə, Bakıda şimal küləkləri güclü əsməyə başlayacaq. Deməli, iyul ayının bir daha deyirəm ki, 27-sindən başlayaraq Bakıda hava şəraitinin yenidən kəskin dəyişilməsi, güclü şimal küləklərinin başlayıb əsməsi, sahara da qismən narıncı xəbərdarlığa uyğun bir güclü küləklərin Bakıda əsməsi gözlənilir. Baxın, açıq aydın göstərilir ki, antisiklon iyul ayının son günlərində Azərbaycan tam daxil ola bilməyəcək. Əksinə, baxın, buradakı orta troposferdəki sərin hava dalğaları əksinə qalsa Azərbaycana yaxınlaşdığı üçün antisiklonun təsirləri iyul ayının son günlərində Bakıda təsirli olmayacaq. Mərkəzi aranda təbii ki 37-40 dərəcə istilik ola bilər. Çünki mərkəzi aranın elə iyul norması elə 37-40 dərəcədir. Mərkəzi aranda əslində 46 dərəcə yuxarı temperatur ekstremal sayılır. O da yəni artıq ona istilik dalğası deyil. 37-40 dərəcə isə normal bir temperatur sayılır. Videolarıma diqqətlə baxan izləyicilər var təbii ki. Onlar çox yaxşı bilirlər ki, mən bir neçə gün bundan öncə demişdim ki, ECM-WFM superkomputer modeli, yəni uzun müddətli modeldir və digər, məsələn, Amerikanın CFS modeli, bir daha deyirəm, bu QFS yox, CFS modeli var. O da ECM-WFM yaxın bir modeldir. O nə göstərirdi? İyul ayının son günlərində, deməli, bu Sibir ərazisində bir
atmosfer təzyiqinin artması göstərilirdi. Mən deyirdim ki, əgər Sibir arasında atmosfer təzyiqi artacaqsa, bu Bakı arasında şimal kürələrin güclənməsi ilə nəticələnəcək. Xırdalanmışım. Çünki orada atmosfer təzyiqi artanda, yəni baxın bir daha mən bunu xatırladıb göstərirəm. Sibir arasında atmosfer təzyiqi artarsa, bu orta troposferdəki prosesi göstərir. Deməli, orada istilik yuxarı orta troposferdən Sibirə doğru gəlir, Sibirdə istilik dalğası olur. Amma Sibirdə dəniz səviyyəsində isə oradakı sərin hava yer dəyişir. Baxın, Azərbaycana doğru yayılır, Xəzər dənizindən bu Böyük Qafqaza doğru yayılır, Böyük Qafqaz dağlarına doğru çırpılır o sərin hava və şimal kürələri, yəni Bakı üçün Xəzər kürələri başlayır əsməyə. Deməli, Sibir arasında atmosfer təzyiqi iyul ayının son günlərində artacaq. Bu da Bakıda uzun müddətli istilik dalğası yaratmayacaq. Əksinə, Bakıda şimal kürələri iyul ayının son günlərində tez-tez güclənəcək. Mərkəzi Aran rayonlarında isə mən dediyimin heç bir ayrıqı yoxdur. Mən Bakıdan danışıram ki, Bakıda iyul ayının son günlərində bir sərin bir küləklərin, yəni şimal küləklərin tez əsməsi gözləniləndir. Bu da təbii ki, uzun müddətli bir istilik effektini azaldacaq. Deməli, Bakı üçün bir istilik dalğası iyul ayının son günlərində gözlənilmir. Sibir arasındakı baxın, antisiklon sistemi İSMW Superkompüter modeli göstərir ki, iyul ayının son günlərində kifayət və Sibirdə güclü bir orta troposferdə antisiklon olacaq. Bu da bir daha bildirirəm ki, isti havanın yuxarıya doğru daşınması fizikanın qanunudur ki, oradakı havada yer dəyişib, cənuba doğru gəlir, cənubdakı isti hava şimala doğru gedir. Bu prosesləri başa düşməyən və başa düşmək istəməyən adamlar isə istilik dalğasından Bakıda danışılır və hər bir deməli, bir şey tapırlar, onu dərhal mənə qarşı dəyişməyə, çevirməyə başlayırlar. İSMW Superkompüter modeli iyul ayının son günlərində baxın, Sibirdəki antisiklonik bloklanmanın orta troposferdə davam etməsini göstərir və burada istilik dalğası olanda təbii ki, fizikanın qanunudur ki, istilik əgər şimala doğru yayılırsa, oradakı sərin havada cənuba doğru yayılır. Deməli, Bakıda yenə bir xəzri küləklərinin güclənməsi potensialı var. Və bu bloklanma hətta avqust ayının ilk günlərində də Sibir arasında davam edəcək. Deməli, Azərbaycan arasında avqust ayının ilk günlərində hava şəraitinin potensial olaraq bir dəyişilməsi potensialı var. CFS modelinə baxaq, bu Amerikanın bir daha bildirəm. Amerikanın CFS V2 modelidir. Bu CFS modeli daha doğrusu CFS modeli GFS modelindən daha dəqiqdir. İSMW modelindən yaxın olan bir modeldir. CFS modelidir. İSMW isə Avropanın orta mənzilli hava teleqrafları mərkəzi sayılır. Deməli, baxın nə baş verir. Baxın, burada avqust ayının ilk günlərində, yenə deyirəm, Rusiyanın qərbində bir bloklanma gözlənilir. Əgər Rusiyanın qərbində bir bloklanma olacaqsa, təbii ki, orada istiliyin artması, Azərbaycanda isə hava şəraitinin dəyişilməsi ilə nəticələnəcək. Orta troposferdə bir bloklanma potensialını göstərir. Deməli, avqust ayının ilk günlərində potensial olaraq bir Azərbaycan arasında hava şəraitində dəyişiklik potensialı var. Deməli, rəylərdə Lənkəran, Astara və Lerik arasında avqust ayının ilk günlərində bir hava dəyişikliyi olacaq mı, olmayacaq mı? Bu barədə sual verirlər. Bəli, avqust ayının ilk günlərində deməli, Lənkəran, Astara, Lerik ərazilərində hava şəraiti yağışlı keçə bilər. Çünki səbəb nədir? Onsuz da cənub rayonlarında subtropik iqlimdir. Orada artıq avqust ayından başlayaraq payızın ilk yağışları başlayır. Sentyabr, oktyabr, noyabr bol yağıntılı keçir. Bu proses ötən illə müqayisədə bu il biraz tez başlaya bilər. Çünki baxın burada Qərbi Rusiyada, Sibirdə, Xəzərin şimalında orta troposferdə antisiklonik bloklanma olacaq. Bu da baxın Azərbaycanda atmosfer təzyiqinin Rusiyanın qərbi ilə müqayisədə az olması nəticəsində baxın burada bu şəkildə bir hava dövrəni olacaq və buradan bir şimaldan sərin hava kütlələrinin daxil olması nəticəsində baxın Xəzər dənizindəki bu buludların yardımda Lerik, Lənkəran, Astara rayonlarına doğru dənizdən buludların daşınması potensialı var. Bu da o deməkdir ki, deməli, avqust ayının birinci həftəsində baxın bu şəkildə bir proses olacaq ki, bu da Astara, Lənkəran, Lerikdə payız yağışlarının bir qədər tez başlamasına səbəb ola bilər. Bu barədə mən daha ətraflı danışacağam. Potensial olaraq avqust ayının birinci həftəsi Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz rayonlarında da hava şəraitinin tez dəyişilməsinə, Bakıda da şimal küləklərinin güclənməsinə və Lənkəran, Astara, Lerik ərazilərində də payız yağışlarının erkən başlamasına səbəb ola bilər. Bu barədə daha ətraflı mən danışacağam.
Kopernik İqlim Tədqiqatları Mərkəzi İCMW Avropanın orta mənzilli hava tədqiqatları mərkəzinin birləşdirilmiş model məlumatları bunu göstərir ki, iyul ayının baxın 26-sına qədər olan müddət ərzində yuxarıda tarix yazılıb. Deməli, Avropanın bir daha deyirəm, qərbində və cənubunda bir Afrikanın şimalından bir antiklonun istilik dalğası gözlənilir. Amma Avropanın burada İtaliya tərəf, mərkəzi və cənubuna doğru, şərqinə doğru yayılan bir ekstratropik siklon sisteminin təsirindən bir iyul ayından xarakterik olmayan bir mövsümdən kənar bir sərtləşmə olacaq. Azərbaycanda baxın burada ciddi bir istiləşmə gözlənilir. Çünki sərin hava ilə antiklonun cəbhə zonasına yerləşdiyi üçün Azərbaycanda hava şəraitinin xüsusilə Bakıda, baxın burada Sibirdəki antiklonun təsirindən Bakıda şimal kütlələrinin iyul ayının son günlərində tez-tez güclənməsi potensialı var. Deməli, bu modeldə yenə də eyni siqnalı göstərir. Yəni, bir modelə baxaraq burada nəsə danışmaq tamamilə absurddur. Mən isə bir sıra nüfuzlu modellərinin birləşdirilmiş görüntülərinə baxıram. Öz şəxsi modelim də var. Bu WRF modelidir. Regional modellərdə baxıram. Bunların hamısına baxıb ortaq nəticəni paylaşıram. Yəni, mən burada bir model bir şey göstərib deyən dərhal burada video çəkmirəm. Bu proseslər dərindən analiz edilir, ondan sonra məlumatlar təqdim edilir. Deməli, baxın nə baş verəcək. Bəli, burada yağıntı anomaliyası yenə avqust ayında bir yağışların artması Böyük Qafqaz, Kiçik Qafqazda, baxın avqust ayında bir yağıntıların artması göstərilir. Amma burada avqust ayının əvvəllərində gözlənilir. Amma bu model isə avqust ayının ikinci 10 günündə göstərir. Avqust ayının baxın ikinci 10 günü sonları, üçüncü 10 günündə də yenə də baxın burada artıq payız yağışlarının ilkin göstəriciləri Azərbaycanda gözlənilir. Bir daha bildirirəm ki, iyul ayının son günlərində Bakıda uzun müddətli dözülməz isti olmayacaq. Şimal külələri iyul ayının son günlərində yenidən başqa güclənəcək. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq.